Geçen sefer ben buna kənardakı koloniyadan bir kapalı yumurtalı çərçivə verdim. Göreyim bu hal-hazırda vəziyyət necədir. Ana arıdan qaynaqlanan bir zəiflikdirsə, yəni başqa edəcək bir şey yoxdur. Amma bu keçən ilin ana arısıdır. Yəni qışı normal keçirtdi. Qışa düz zəif girdi. Yəni zəif girdiyinə görə zəif də çıxmalıdır normal olaraq. Gözlər bu hissəni qabardılar. Xam pətək vermişdim. Pis deyil. İndi ana arının yumurta atımına baxacağım. Əvvəl fikirləşirdim içəridə kifayət qədər gənc işçi arı olmadığına görə ana arı yumurta atmır. Yumurta atımı ona görə zəifdir. Əgər hal-hazırda 4 çərçivənin üzərini örtəcək bir arı ilə 2 çərçivədə yumurtası yoxdursa, günlüyü falan, problem anada da olur. Bura tamamilə mərkəz isə günlük yumurtadır. Həmçinin bu hissə aşağıya qədər günlük yumurtadır. Deməli bu arada problem yoxdur. Yəni yumurtaları rastgele atmayıb, səpələməyib. Nizamla atıb. Gözəl. Larva, qapalı yumurta. Hətta artıq erkək arı gözləri də qoymağa başlayıblar. Yoxsa yox, bu keçən səfər verdiyim çərçivədir erkək arı gözləri. Gözəl. Hər şey qaydasındadır. Divar çərçivəsində baxaq. Hətta divar çərçivəsində bir yumurta var. Yaxşıdır. Hər şey qaydasında, hər şey yolunda. Gözəl. Düzdür, gecə olacaq bu arının qata çıxmağı, bal toplamağı. Amma nə etmək olar? Güclü arılar olduğu qədər zəif arılar da arılıqda olur.